müştərimiz 2026-cı yeni TV boxları gəlməkdə davam eləyir. Smartbox vasitəsilə bu belə köhnə plazma televizora atmağa, satmağa ehtiyac yoxdur. Evdə hazırda 3 dənə köhnə televizor var. Hər televizora TV box almağa məsəl üçün ehtiyac var da. Məsələn, müştəri alıb qoyub smart eləyə bilər. Çox orijinal TV boxlardır. İçində YouTube-dur, Google-dur, Chrome-dur, hər bir şey var. Əlavə sizə aktiv kanallar da yaza bilər. Apartın sizə sürətini göstərirəm. Topdan və pərakəndə Çanakkale restoranından bizdən əlavə eləyə bilərsiniz. Aparatdan sürətinə söz olan məhz çox sürətli işləyir. Pultlar da bu qaydadadır. Sensor pultlardır, kənardan da tutur. Və burada görürsünüz bir dənə köhnə televizor belə var. Buna da TV box lazımdır. Sonra modem buradadır. Modem buradadır, amma modemdən xoşum gəlmədi. Bu modemlər yaxşı deyil. Yaxşı olmadığına görə otaqlar uzunsov olduğuna görə bir dənə də belə Wi-Fi uzadıcı qoyuldu. Bu videolara diqqətlə baxın. Bu videolar maarifləndirici videolardır. Sizə xırdaqları izah eləyəcəm. Otaqlar görsəm dönür, əyilir. Belə otaqlarda internet çox dönə bilmir otaqlara. Çox dönə bilmədiyinə görə fikir verin. Televizorun da biri burada yuxarıdadır. Bu şəkildə olduğu halda məcburi gərək həm smartbox qoyub televizor smart eləyəcəksiniz, həm də Wi-Fi uzadıcı qoymalısınız. Belə otaqlarda ya da LAN kabellər çəkilməlidir.